Allah rəhmət eləsin. Allah rəhmət eləsin. İndi isə gəlin, tədbirimizi açıq elan etmək və qonaqlarımızı təqdim etmək üçün sözü məktəbi direktoru Tuqay Rızazadə. Uşaqlar, xahiş edirəm, yanvar tədbirində, ümumiyyətlə bu kimi tədbirlərdə əl salın. Biz kimi bugün 36 il bundan əvvəl azadlıq eşqi ilə mübarizə əzminin vəhdət təşkil etdiyi Bakıda bildiyimiz kimi Rus imperiyasının tanklarına qarşı insanların azadlıq uğrunda yalın əllə çıxdığı həmin gecədən 36 il keçir və bu gün istədik ki, məktəbimizdə bununla bağlı tədbir keçirək. Tədbirimizə başlamazdan öncədən istərdim ki, tədbirimizdə bizim tədbirimizin əsas iştirakçılar, qonaqları olan qəhrəman şəhidlərimizin ailə üzvləri var, o cümlədən digər qonaqlarımız var. Mən istərdim onları sizə təqdim edim, tədbirimizə keçirilək. Məktəbimizin də adını daşıdığı qəhrəman şəhidimiz İlqar Məmmədovun anası Şərifə xanım buradadır. Təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul etdiniz. O cümlədən qəhrəman şəhidimiz Şehrin Bayramoğlu valideynləri buradadır. İslam müəllim Dürrə xanım sizə də təşəkkür edirəm. O cümlədən qəhrəman şəhidimiz, 20 şəhidimiz Şəhid Elbəy Oğuzovun həyat yoldaşı İlşad xanım buradadır. Sizə də təşəkkür edirəm gəldiyiniz üçün. Digər şəhidimiz Kamil Rəhimovun anası Gülhəvva xanım, sizə də təşəkkür edirəm gəldiyiniz üçün. O cümlədən digər qonaqlarımız var ki, onlardan Ağayeva İzran xanım var burada. Beynəlxalq Diaspor Mərkəzinin şəhid və qazi ailələrində iş üzrə İş və Sosial Dəstək Departamentinin rəhbəri var burada. Buradadır, gəlin. Məmmədova Surə xanım var, Vətənsevərlər İctimai Birliyinin sədridir. Sizə də təşəkkürümüzü bildiririk. Rızayeva Raziyə xanım var, Yazıçılar, Akademik Yazıçılar və Jurnalistlər Birliyinin müdürü, eyni zamanda 32 kitab müəllifidir. Sizə də təşəkkürümüzü bildiririk. Abbasova Ziyafət xanım var, Qozlar Yurdu Təşkilatının üzvü, Azərbaycanın bütün rayonlara Dost Görüntüsü qrupunun rəhbəridir. Sizə də öz təşəkkürümüzü bildiririk. Burada mənim yadımdan çıxan şəhid ailəsi yaxud ki, ona qalmadı ki, ola bilər unutmuşam, məncə hamı təqdim edik. Hər birinizə təşəkkür edirik. Bizim məktəbimiz xüsusilə də bu körpə balalarımızın ifasında bugün çalışacaq ki, həmin 1990-cı illə bağlı həm maarifləndirici bir görüşümüz olsun, həm də qəhrəman şəhidlərimizin xatirəsini yad edək, gələcək nəsilləri aşmayaq ki, o insanlar bilirsiniz, şəhidlərin hamısı bizim üçün əzizdir. Amma bəzən düşünəndə ki, biri var əlində silahla gelirsən, biri var silahsız, həqiqətən də insan o anları xatırlayandır. Mənim yaşım çatmır o günləri yaşamamışam, amma həm televiziyadan, həm mətbuatdan, kitablardan aldığımız məlumatlar hamısı sübut edir ki, o insanlar yalın əllə Rus tanklarının qarşısına çıxdılar və bugün burada oturan digər şəhid valideynlərimiz ki var, onların övladlarına nümunə oldular. Yəni 44 günlük və 1-ci Qarabağ müharibəsində şəhid olan insanlarda 20 yanvar şəhidlərindən bu hissi götürdülər ki, vətən uğrunda canından keçmək olar. Mən bütün şəhidlərimiz Allahdan rəhmət diləyirəm, onların valideynlərinə səbir diləyirəm. Siz uşaqlardan da xahişimiz odur ki, gələcəkdə heç bir zaman şəhidlərimizin əziz xatirəsini unutmayın. İndi çox vaxt demək istəməzdim tədbirin gedişatı ilə aparıcılarımız. Buyurun.
Aziz dostlar, bugün biz 20 yanvar 1990-cı ildə xalqımızın tarixinə qanla yazılmış bir səhifəni varaqlayacaq. Hər olduğu kimi, həmin səhifədə əksini tapmış acı xatirələri, eyni zamanda qəhrəman vətən övladlarının azadlıq eşqini, mübarizə əzmini diqqət önə çəkəcək. Amma ötən illərdəkindən bir qədər fərqli tonda, fərqli əhvalda. Bugün bir gözümüz ağlayacaqsa, bir gözümüz güləcək. Bir üzümüzdə qüssə görünəcəksə, digərində sevinç, qürur və qalibiyyət çizgiləri boy verəcək. Yanvarın 19'undan 20'sine seçen gece Azerbaycan halkına karşı en gaddar cinayetlerden biri barış verir. 20.000 neferlik ordu hisseleri Bakı şehrine gidip hərbi müdaxilə nəticəsində 147 nəfər öldürülür, 744 nəfər yaralanır, 841 nəfər qanunsuz olaraq həbs edilir. Yüzlerce insan itkin düşür. 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzün və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalır. 1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə şəhidlərimizin qanı ilə Azərbaycanın yeni tarixi yazılır. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanı ən parlaq səhifələrindən biri kimi daxil olub. 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 20 yanvar şəhidi fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Hüzn günü elan edilir. Hər il bu günündə ölkəmizin bütün güşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan qanlı yanvar qurbanlarının xatirəsini yad etmək üçün şəhidlər xiyabanına axışır. Bu məşhur gün haqqında 30 il idi ki, elə hey düşünür, deyir, danışır, etiraz edir, tələb edir. Durmadan, dayanmadan, unutmadan. Həm millət olaraq, həm də dövlət başçısı olaraq. Bu qanlı faciənin son 6 ilini isə tamam fərqli qarşılamış, şükürlər olsun ki. Şəhidlərin müqəddəs qanı yaxın keçmişə güzgür tutdu. Bu oyanış gözəl şairimiz Bəxtiyar Vahabzadənin məşhur şeirində öz möhtəşəm fərqli həllini tapdı. Sinəsi düşmənə sipər edərlər. Qorxmadığı ömrünü itirəcəkdir. Vətən öz uğruna şəhid gedənin yerinə bir oğul bitirəcəkdir. Danışmaq çətindir xatirələrdən. Hansı
Qara yanvar faciəsi nəticəsində SSR Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini pozmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsəd daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürlər. Gəlin indi də 9 əsrlik şagirdlərinin ifasında zərər görmüş yüzlərcə ailədən birinin evində həmin gün baş vermiş bir hadisəyə tanıq olun. Ay kızım, ne oldu sana? Bir ölçü tozu görüp başın ərləndi. Ana kaçak. Ayşe, bu çocuğa bana bakırsan.
yavaş belimi bezdirir. Dəri keçir, bugün ona bura beyirlənir. Anacan, kendin hele görüm kimden bize? Ay kızım kimlerle neyiniysen sen? Bir bak kendin hele görüm. Ay Allah, konaklarımız var. Biladır oldum ki, onun karşına bir yer asıyorum göze. Anadan necəsən? Ama yaşsan. Ama ne oldu sana? Yaxşısan? Ama yaşsan. Yaxşısan? Yaşsan. Ay ama adam gelende haber et gel. Tam yaxşısan, gözü yaxşı istəyirsən. Yaxşıyım, yaxşıyım. Neçə vaxt uzaqlardayam? Dartmışım. Gəl ibarəni söhbət edelim. Otur ay, otur ama. Ha, demek böyle. Demek istedi ki biz mənə daramaq elədi. Amma bu daramaq heç yaxşı olmadı. Məni həm güldürdü, həm də yaman qorxurdu. Ay kişi, təcili bu tunda evlə. Ay xanım, öldürmə vəziyyət gərgindir. Yan məsələyə tələsməyək. Ay kişi, mən sana başa düşə bilmirəm. Çünki yəni, oğlumuzu evləndirmiş, oğlumuzu oxutmuşuq, özü də xaricdə. Mən sənə bilmirəm. Mən nəvə görmək istəyirəm. Tuncay gəldi, izi ikiniz də fikrinizi yanınızla, mən yenə qaldım qıraqda. Yaxşı, yaxşısan. Təmizə yürüsən bir. Ata, sərdən şərbi, şərb çox qadınlar. Uzaqda da qulağı bir söz söyləsəkdir. Amma tam məlumatı yox. Danışa bilərsən şərbinə baş verir. Ay oğlum, düzü neçə gündür xəbərlər veririz ki, Avropa qarşı Moskva sürüş. Hər kəs öz təzərəsindən baxır. Azərbaycanda deyirlər ki, gərginlik artmamalıdır. Amma bu sabitliyin kimin hesabına olduğunu demirlər. Heç kim xalqın niyə ayağa qalxdığını soruşmur. Qorxurlar ki, buradakı səs başqa yerlərə də yayılır. Odur ki, xəbərdarlıq edərək bizi sakitləşdirməyə çalışırlar. Azadlıq hissəmizin fərqindədirlər və əzmimizdən qorxurlar. Heç kim sabahın necə olacağını bilmir. Antalya'nın da danışırlar. Danış, mən onsuz da səni əlavə bilmirəm. Sən olmasan, yenidən da çıxarsan. O nə deməkdir? Artıq Azərbaycanda. Nə vaxt Azərbaycan istəmişlər var, onda baxın. Ay kişi, aslanın evki ikisi olunmur. Yeri gəlsə mən də bir dəfə böyüyəm. Yaxşı, indi mən danışım. Onlar bir şeyi unudurlar. Bu xalq illərlə susur. Artıq susmaq istəmir. Xaricdən edilən çağırışlar, təzyiqlər, səssiz razılaşmalar hamısı xalqın üsyanını yatırmaq üçündür. Ad çəkməsələr də niyyət bəllidir. Əvvəllər məktəbə gedirdim, məktəbdə dostlarımla sosiallaşırdım, danışırdım. Artıq bunları da edə bilmirəm. Xalq səksəkə içindədir. Amma bu, azadlıq ruhumuzu öldürə bilməz.
Arzudur. Şiddet və qəzəb də olur. Bəzi hallarda da məyusluq yaradır. Amma bu hadisə artıq Rus Sovet İmperiyasının sürür təməllə vurulan zərbə idi. 70 illik bir müddətdə Böyük Qardaş adı altında əslində böyük müstəmləkəçilik siyasəti yeridən Sovetlər İttifaqı 20 yanvar hadisəsini törətməklə öz süqutunu reallaşdırdı. Necə deyərlər, pir qələbəsi qazandı. Pir qələbəsi itirdikləri qazandıqlarından çox olan qələbə deməkdir. Vətənim qan ağladı, qanayan var dedəsi. Sızın sızladı, qanayan var dedəsi. Sanki dəstə durdular, ateşləyib vurdular, marımızı yardılar, qanayan var dedəsi. Şəhidlər xiyabanı, müqəddəs an yerimiz, mərmər daşlarımla, bayatımız, şehrimiz. Sən
Əziz tədbir iştirakçıları, 20 yanvar faciəsi bu və ya başqa şəkildə labıdidir. Çünki 37 il repressiyadan artıq kifayət qədər vaxt keçmiş, öldürülən, sürgünə göndərilən, mühacirətə məcbur olunmuş Azərbaycanlıların övladları bölmüş, oxuduqları kitabların yalan, yeridən siyasətin, millətimizin əleyhinə yönəldiyin dərk etmişdilər. Azadlıq vurğunu millət artıq budur yaşaya bilmir. Azad olmağın yollarını axtarırdı. Təbii ki, Rus imperiyası buna izin verə bilməzdi və toqquşma mütləq olacaqdı. Niye hamımızın çok kederlidir? Zaman keçir, vaxt özür, dövran dəyişir. Nəsillər bir-birinə əvəzdir. Gündəlik olayda insanlar bulunur, amma şəhidlər. Onların uğrunda can verdikləri məram, məqsəd unudulmur. Dillər əzbər olur, nəsil və nəsil anılır, xatırlanır şəhidlər. İndi şəhid şeirləri. Casurluğun qüruru, kədərimlə həlakı. İsmin nəzarda saxlı, ruhun cənnətdə sakin. Əlsiz vətən yaxşı deyim, hayatı çəkim. Yoxsa məzarlıqsa, çalım olaylı şəhidim. Yurdun hər qarşında, sənin haqqı sayın var. Palıqlaşan mübarım, çınarlaşan boyun var. Mutluluğumuz havada, suda sənin payın var. Layiqsə haqqımı halal eyle şəhidim. Keçsin talihimizdən, keçsin yıldırım sayar. Yağdığın alırsın düşmən üstə, yenə yağ. Adım müsəlləh əskər, ruhum daima oyaq. İngilləri qısasa, çağır, haylar şəhidim. Zamanları adlayar, əsilləri aşarsan. Gözlərdə, kömürlərdə, elə qarnlar daşarsan. Bizlər gəldi gedərik, sən əvvəl yaşarsan. Bizdən gələcək nəslə, salam söylə şəhidim. Layiq isə haqqımı halal eyle şəhidim. Əziz dostlar, dünyada maddi və mənəvi nə varsa, hamısının bir özülü, bünövrəsi, kökü var. Özürsüz nə varsa, zaman kürəyinin əlində soxulur, eyni səhra bunlar ki. Mənəviyyatın da kökü qandır, gendir. Azərbaycan xalqının milliliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən nəsilə qan yaddaşı və genlərlə ötürülmüşdür.
şəhəri ölkə qara bayrağı matəm edir. Hər kəs vəfat edən şəhidlərə Allahdan rəhmət diləyib məzarlarına ziyarətə gedir. O gün 147 nəfər şəhidlər xiyabanında dəfn edilir. Lakin bəzi məzarların üzərində sadəcə bir yazı yazılır. Naməlum. Mən də həmin naməlumlardan biriyəm. Şəhidlər xiyabanını ziyarət edən hər kəs mənim məzar daşıma diqqətli nəzərlərlə. Bu torpaq adı yazılanlarla birlikdə yarım qalan həyatları da xatırlayır. Bəzən düşünürəm, ad nədir ki, bir həyatın dəyərini ölçsün? Mənim adım, kimliyim, vəfatımdan sonra müəyyən olmalıdır. Mənə aid olan hər şey əvvəlki həyatımda, xatirələrimdə qalır. Valideynlərim hələ də bir gün məni qayıdacaq ümidi ilə qapıda gözləyirdi. Naməlumluğa yalnız bir sözü yoxdur. Amma unutulmamaq isə əsl əbədi izdir. Mən naməlumam, amma mənim izim burada, sizin içinizdə, hər baxışda, hər düşüncədə yaşayır. Bu həqiqət də hamıya məlum olmalıdır ki, mən də digər şəhidlər kimi vətən yolunda canlı qurban bir Azərbaycan, qurban verən bir Azərbaycan. Bu mətn mən tərəfindən yazılır, daha doğrusu bu mətnin müəllifi mənəm. Sadəcə düşündüm ki, birinci Qarabağ müharibəsində, ikinci Qarabağ müharibəsində, 7 yanvarda, Xocalı faciəsində bizim nə qədər şəhidlərimiz olur. Bu şəhidlərin arasında mənim şəhidlərin yolu yeri var. Onlar da vətən yolunda canlı fəda edən şəhidlərimiz Azərbaycan qəhrəmanlarımızdır. Düşündüm ki, bugün də həmin şəhidləri xatırlamaq doğrudur. Tariximizin 20 yanvar səhifəsinin unikallığı ondadır ki, eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq eyni zamanda qazandığımız qələbənin zəfərin əsəridir, ilkidir, növrəsidir. 20 yanvardan 27 sentyabra 30 illik bir yol qəlibədir. Çünki bölüşdürülmüş dünyada təşkilatlanmış lobilərlə satılmış ədalətsizlik dövlətlərə ədalətli yalnız reklamlarında olan dövlətlərlə savaşmaq təbii ki, asan məsələ deyildir. Amma millət olaraq Türkün, Azərbaycan mutfaqları, azadlıq uğruna qurban edilmiş Qarabağ azad olur, şəhidlərin qisası alır. Doğrudan da yaşasın bu xalq, bu millət. 30 il əsarət əzabı çəkən Qarabağı əksər dünya dövlətlərinin qurduğu tələyə, etdiyi etiraza, gəldiyi hədə-qorxulara rəğmən düşmən qaynağından xilas edən bir millət yaşamağa haqlıdır. Ali Başkomandan İlham Əliyevin rəhbərliyi, hərbçilərin hünəri, vətən eşqi, xalqın öz dövlətinin və əskərinin yanında olması bu qələbənin zövfəridir. Şəhid olanlar, qazi olanlar, vətən eşqi ilə qaynayıb daşan qanlarını 20 yanvar şəhidlərinin qanına qatdılar. Onların hər biri əbədiyyət üstünlərində yanan günəşə, cənnət bağçasının bağbanına çevrilirlər. Hər birinin qarşısında baş əymək, bizim hər birimizin vətəndaşlıq borcudur. Bütün bu illər ərzində, yəni yaxın tarix 30 il, uzaq tarix 300 ilə yaxın bir vaxtda azadlıq eşqi sönməyən, ümidi itməyən, mətanəti, dəyanəti, mübarizə əzmi, bütün zülmü və sitəmlərə dərdlə yaşayan millətimə, xalqıma eşq olsun. Zülmün yumruğu hədəsi altında belə arzusunu qımqımlarında əzizlədir.
Mən 20 yanvarla bağlı iki vacib məqamı diqqətinizə çatdırmaq istərdim. Belə ki, burada oturanların əksəri uşaqlardır və onlar hesab edirəm ki, o tarixi bəlkə də zəif dinmirlər. Biz qəhrəman şəhidlərimizin qəhrəmanlığından danışdıq, amma bir şeyi unutduq ki, 90-cı ilin həmən qanlı yanvar gecəsi baş verən hadisələrlə bağlı ümumilli bir yerimizdə dəyərli. Düşünün ki, o dövrün SSR-də hakimiyyətdə olan bir şəxs Sovet imperiyasının qarşısına aldı və nümayişgərانə şəkildə, açıq şəkildə Sovet imperiyasına öz qəzəbini, öz Azərbaycan xalqının səsini çatdırdı. Bu bəlkə də çoxları üçün, bəzi insanlar üçün sadə sıradan bir şey kimi görülə bilər, amma məsələnin mahiyyətini araşdıranda görürsən ki, o boyda Sovet imperiyasına qarşı açıq şəkildə onların törətdiyi bu qətlə qarşı haqq səsini çıxarmaq həqiqətən də böyük cəsarət tələb edilir. Eləcə də 2020-ci ildə 8 noyabrda qəhrəman şəhidlərimizin qanı canı bahasına aldığımız torpaqları hal-hazırki prezidentimiz Cənab İlham Əliyev hardan elan etdi? Yəqin ki, şəhidlərimizin bir çoxunu bunu bilir. Şəhidlər Xiyabanına. Bütün bunlar Şəhidlər Xiyabanının şəhidlərimizin bizim üçün nə qədər əziz, dəyərli olduğunu göstərir. Şəhid valideynləri, şəhid ailə üzvləri qarşısında hər zaman çıxış etmək mənim üçün çətin olur. Çünki özümdə ehtiyat olan bir zabit olaraq, hərbiçi olaraq şəhid valideynlərinin onlar qədər olmasa da müəyyən qədər başa düşməndə çox çətindir onların qarşısında söz vermək. Siz şagirdlərdən bir istəyim, bir tələbim var ki, hər biriniz gedib gələcəkdə müəyyən sahələrdə bir mütəxəssis olacaqsınız. Müəyyən sahədə xalqımıza, millətimizə xidmət göstərəcəksiniz. Sizlərdən hər birinizdən xahişim, tələbim odur ki, şəhid ailələri, ailə üzvləri, şəhidlərin övladları, qazilərimiz, o cümlədən hərbiçilərimiz sizə hər hansısa bir sahədə gəlib müraciət edən o insanları digərlərindən önə çəkin. Çünki onların qanı canı bahasına bugün biz burada müstəqil Azərbaycanın təhlükəsiz ərazisində yaşayırıq. Biz bütün hər şeyi şəhidlərimizə borcluyuz. Bizlərin qarşısında baş əyək. Bizim bu tədbir, bir saatlıq tədbir olsa da, bu tədbirin ərsəyə gəlməsində zəhmətli olanlar var. Zeynəb müəllimə sizə təşəkkür edirəm, Arzu müəllimə sizə, Ana mən sizə, o cümlədən bizim qonaqlarımız var, valideynlərimiz sağ olsun bizim tədbirin ərsəyə gəlməsində, bu tədbirdən musiqisi olaraq çıxış etdilər. Tədbirin işıqlandırılmasına sizə öz təşəkkürümü edirəm. Valideynlərimizdən Borcumuzdur. Bizə Fərzən xanım bizə dəstək olur. Adlarını ola bilər unduramıyoruz, bu sayın qonaqlarımız var. Mən indi sonda qonaqlarımıza söz vermək istəyirəm və tədbirimiz bitəndən sonra sizdən xahişimiz olacaq. Bizim şəhidimizin, məktəbimizin adını daşıyan şəhidimizin gül qoyacaq, üstü önünə gül qoyacaq. Xahiş edirəm, qonaqlarımız bizdən bərabər gedə biləcək. İndi mən başda şəhid ailələri olmaqla, şəhid ailə üzvləri olmaqla qonaqlarımıza müraciət edirəm. Kimin sözü varsa, buyurun, xahiş edirəm. Qısa da olsa sözünü dinləyə bilərsiniz. Salam uşaqlar və məktəbin müəllimləri, qonaqlar, şəhid ailələri. Mən özüm də bir şəhidim. Yarıyam, bir şəhidin xanımıyam. 90-cı illərin şəhidlərin bacısıyam. 44 günlük şəhidlərin anasıyam. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Və Azərbaycan Respublikası diasporasında, Azərbaycan Respublikasının diasporasında şəhid və qazi ailələri departamentinin sədriyəm. Bütün şəhid ailələri hər biri bizim diqqət mərkəzimizdədir. Biz 38 il, bundan öncə 88-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyi uğrunda mübarizəyə qalxdı. O zaman mən 8-ci sinifdə oxuyordum uşaqlar, sizlər kimi bir şagirdim.
Və 88-ci ildə Ermənistan Respublikasından bizim Azərbaycanlılar gəlmişdi. Oradan bir qız gəlmişdi. Ölkəm adında bir qız. Onun da ailəsini ermənilər vəhşicəsinə qətlə yetirmişdilər. İlk şəhidlərimiz olmuşlar. Və 90-cı il qanlı yanvar hadisəsi mənim gözümün qabağında olub. O hadisələrin canlı şahidləriyik. Yəni 38 illik Azərbaycanın yaxın keçmişinin tarixinin canlı şahidləriyik. Və 36 il bundan qabaq qanlı yanvar hadisəsində çox itkilərimiz oldu. İtkinlərimiz də var, nəməlumlarımız da var və ya qız balamız nəməlum şəhid haqqında bir oçerklidir. Amma bizim itkin şəhidlərimiz də var. 38 ildir itkin şəhidlərimiz var. Anaları, ailələri, xanımları, övladları itkin şəhidlərimizin də yollarını gözləyirlər. Nə qədər ki, Azərbaycan Respublikası var, biz də varıq. Və mən sizə, əziz uşaqlar, bir söz deyim. 90-cı illərin şəhidləri uyuyan o məzarlıqda 1918-ci ildə o dövrdə şəhidlərimiz orada dəfn olunmuşdular. Və 90-cı ilin şəhidlərinin məzarlarını orada qazan zaman, bəli, orada insanların skeletləri, yəni onların sümük anıqları tapıldı. Və o dəfinlərdə bizlər iştirak etdik. 10-cu sinif, indi sizlər 11-ci sinifsiz. Amma biz o vaxt 10-cu sinifi bitirirdik. Və mənim özümün Sumqayıtdan, 17 nömrəli məktəbdən 18 sinif yoldaşımdan 16-sı şəhiddir. 73-cü illər şəhiddirlər. Mən siz uşaqlara, bu körpələrimizə heç vaxt arzu etmərəm ki, bu cür səhnəcikləri ifa etsinlər. Onlar nağıllar, tapmacalar, hansısa bir əsəri canlandırmağını çox istərdim. Və istəməzdim ki, bu cür qəmli hadisələri canlandırasınız, amma o bizim tariximizdir. Biz onu körpəlikdən bilməliyik. Və əziz uşaqlar, sizdən bir təvəqqüm var. Çox xahiş edirəm, oxuyun tariximizi, oxuyun coğrafiyamızı, ədəbiyyatımızı. Bilmiriksə hər bizi haralarda nələr gözləyir. Şəxsən mən bilmirdim ki, 2018-ci ildə İspaniyada, İspan Krallığında mən konferansda iştirak edəcəm və 2018-də müharibə yox idi, düzdürmü? Və orada bizi Azərbaycanı tərənnüm edənlər gəlib, hansı ki, burada Olimpiyadadan qızıl medal alıb gedən İspan idmançıları, mən onlara yaxınlaşdım, soruşdum ki, siz harada bunu almışsınız qızıl medalı? Dedilər ki, biz Türkiyənin bir şəhəri olan Bakıda, orada, biz Azərbaycanlılar, odlar yurdunu, odlar ölkəsiyik. Biz böyük bir, qədim bir dövlətik, xalqıq. Bəli, Türk dilli xalqıq, amma Azərbaycan öz qanı bahasına o dövrdən, keçmişdən biz çox qədim xalqıq. Hər halda tarix müəllimləriniz var, sizə o tarixi keçirlər. Baxmayaraq ki, mən Sovet dönəminin şagirdi olmuşam, tələbəsi olmuşam, amma tariximizi öyrənmişik, coğrafiyamızı öyrənmişik. Ona görə deyirəm, əziz uşaqlar, oxuyun, öyrənin, həyatdır, bilmək olmaz. Səhər haralarasa, hansısa bir vəzifə sahib ola bilərsiniz, haralardasa Azərbaycanı tərənnüm edə bilərsiniz. Tariximizi bilin. Və əziz iştirakçılar, 38 ildə bizdə şəhidlər verdik. Zəfərə gedən yolun cığırını çəkdik. Şəhidlərimizlə bərabər, itkinlərimizlə, döyüşçülərimizlə. Müəllim bildirdi ki, hərbiçi olur. Yəni, hər halda müəllim özü də bilir ki, 90-cı illərdə Azərbaycan Respublikasının ordusu yox idi. Ordu yarandı. Və o ordunu yaradanlar şəhid oldular. Qazi oldular, veteran oldular. O cığırı çəkdilər onlar. Və sonunda 44 günlük şəhid balalarımız, itkin balalarımız oldu, qazi balalarımız oldu, veteranlarımız oldu. Yəni o balalar bizlərin, o şəhidlərin övladlarıdır, bacısı, qardaşı uşaqlarıdır. Bu tarihi heç bir zaman unutulur. Və bizim şəhidimiz Orucov Elbəyi Ağdam rayonu, hansı ki o dövrdə
90-cı illərdə ən ağır döyüşlər oralarda gedirdi. Ağdam rayonunun Gülaqlı kəndində Azərbaycan bayrağının dalğalanmasını ötəri yüksəklikdə izdə Açadağ deyilən bir dağ var Gülaqlıda. Mən özüm Gülaqlı sakiniyəm. Ora o bayrağı sancan zaman şəhidlik zirvəsinə ucalmışdı. Və mən söz vermişəm ki, bizim şəhidimizin adını həmən kənddə ucaldacağıq. Və o kənd Orucoğlar ailəsinin ən bir əziz bir vətəni olacaq. Və bizim bir təqdimatlarımız da var. Çıxmışkən icazə versəydiniz təqdimatlarımızı da verelim. Əzizlərimiz, demək, İlqar Məmmədov adına bildiyim qədər o da bir şəhiddir, düzdürmü? Allah rəhmət eləsin. İlqar Məmmədov adına 298 nömrəli məktəbin direktoru, hörmətli Rızazadə Tuğay müəllim. Sizi şəhidimiz Orucov Elbəyinin ailəsi adından, əsasən də xanımı Dirşad xanımın adından sizə bu plaketi təqdim etmək istəyirik. Və bir təşəkkürnaməmiz də var. Rızazadə Tuğay müəllim, şəhid ailələrinə. Çünki bayaqdan mən fikir verirəm, sizə halal olsun. Hər bir məmur bu cümlələri işlətmir. Və çox sağ olun ki, heç bir ayrı-seçkilik olmadan şəhid ailələrinə dəyər verirsiniz, hörmətlə yanaşırsınız və buna görə də 90-cı illəri 13 min şəhid ailələri adından başda Allahyarova, Sərminaz ana olmaqla sizi təşəkkürnamə ilə təqdim edirik və tərtib edirik. Bütün şəhid ailələrinin adından. Və bu tədbirin başa çatmasında, ərsəyə gəlməsində Zeynəb müəllimə 2A sinifi. İkinci sinifdə oxuyan uşaqlar necə olmalıdır? Körpədir də hələ o məsumiyyətini itirməyib. Amma o, bayaq mən burada fikir verdim, uşaqlar necə əzimlə o igid əskər möhkəm dayan. Bəli, biz hər birimiz bir əskərik. Hər birimiz öz peşəmizdə, öz sahəmizdə müsəlləh bir əskərik. Fərq etməz ki, əlimizə silah alıb, gedək döyüşək. Və bu əskərlərdən biri də Zeynəb müəllimə, Tuğay müəllim. Çox sağ olun ki, bu tədbiri ərsəyə gətirmişsiniz. Sizi də 90-cı illərin 13 min şəhid ailələri adından Allahyarova, Sərminaz ananın və bütün şəhid ailələri adından o ailələrin içərisində 33-34 ildir bala yolu gözləyən itkin anaları var. İtkinlərin övladları var. Atalarını gözləyirlər. Hər bir yaşlı kişi də öz atasını axtarırlar. Və bizim Zeynəb müəlliməyə bir daha Dirşad xanımı və Orucoğlar ailəsinin adından bir plaketimiz var. Onu da təqdim edirik. Çox sağ olun, təşəkkür edirik. Və bir şey də qaldı. Mən çox istərdim ki, bunu sinifinizdə asasınız. Bəli. Xarı Bülbülün vətəni Şuşadır və şəhidimizin şəhidlik zirvəsinə ucaldığı Gülaqlıdır. Xarı Bülbül iki yerdə bitir. Bir Şuşada, bir də Gülaqlıda. Və bunu da sizə təqdim edirəm. Salam, hər birinizi salamlayıram. Mən də Sovuzdan şəhid İlhamın bacısıyam. 90-cı illərdə şəhid oldum. Mən biləndə ki, Gülbəyin Orucov Sovuzun böyük Şılaqlı kəndindən gəlib, Ağdam kəndində, Ağdam Şılaqlı kəndində bayrağını ucaldarkən şəhid oldu. Və Dirşad xanım heç kimə demədən, heç kimdən, hər yerdən xəbərsiz
Vətənə, xalqa 2 evlad böyüdür. Heç kim bilməyib. Gözəl evladlar böyüdür. Ta biz onu tapana qədər nəvələri. Onun adını şərəflə daşıyır. Və mən ona bir söz vermişəm. Bir ömür boyu yanımızdayım Dilşad xanım. Şəhid bütün Azərbaycanın şəhididir. Şəhidin vətəni olmur. Azərbaycanın bütün şəhidləri bizimdir. Allah bütün şəhidlərimizə məkanına cənnət eləsin. Mən burada təşəkkür edirəm direktorumuza və xanıma. Var olun ki, siz şəhidlərimizi bu dəfələr mücadırsınız. Gələcək nəsillərimizə bir körpü yaradırsınız. Mən Azərbaycan Beynəlxalq Diasporunun rəhbərinin köməkçisi, Bolqar Yurdu və Azərbaycanda təşkilatı adından Dilşad xanıma öz təşəkkürümüzü bildiririk ki, o şəhidimizin adını şərəflə daşıyır və şərəflə də yaşadır. Və əziz qonaqlar, mən bir kəlmə bir sözlə deyim. Bayaq zala Azərbaycan bayrağı gəldi. Hamıya bəllidir ki, 90-cı ilin şəhidləri o bayraqları, o Azərbaycan bayrağının yüksəlməsi üçün şəhid olurlar. Azərbaycan bayrağı, yəni biz 15 Respublikanın tərkibində bir respublikaydıq. Azərbaycan Respublikası SSR tərkibində. Amma Azərbaycanın birinci 3 rəngli bayrağını göllərə qaldırmaq üçün 90-cı illərin şəhidləri canlarından, döyüşçüləri canlarından oldular. Amma onların heç biri o bayrağa bükülmədilər. Və bilirik ki, o dövrlərdə yəni dövlətdə hər bir yerdə var idi, hərcimərcilik var idi. Yəni o dövrün şəhidləri və döyüşçüləri layiq olduqları adlara tərtib olunmayıblar günü bugünə kimi. Və biz simvolik olaraq, hansı ki o bayrağı sancan zaman şəhid olduğuna görə Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətinə, müharibədə döyüş zamanı göstərdiyi igidliyinə, döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə, xüsusi tapşırığı yerinə yetirərkən cəsarət göstərərək həyatı naminə şəhidlik zirvəsinə çatmış şəhidimiz Orucov Elbəy Məhəmməd oğlunu simvolik olaraq, simvolikdir, Azərbaycan bayrağı ordeni ilə tərtib edirik. Və mən dedim ki, bizim şəhid Orucov Elbəyi Ağdamın Gülaqlı kəndində şəhid olub. Burada Ağdamın Gülaqlı kəndi və həmən dağ təsvir olunubdur. Hansı ki o dağa, o bayrağı asan zaman şəhid olubdur. Və bunu da Dilşad xanıma təqdim edirəm. Və bəyaqları mən dedim ki, Xarı Bülbülün məskəni 2 yerdir. Bir Şuşa, bir də Gülaqlı. Və Dilşad xanıma qrupumuzun adından, bütün şəhidlərin ailələri adından bu Xarı Bülbülün örpəyini ona təqdim edirik. Çünki bizim Azərbaycan xalqının xanımları həmişə baş örtüyü üzərlərində olur. Mən istəmərəm ki, onu hüzür vaxtlarında istifadə eləsin, yox. Xoş günlərdə istifadə eləsin onu. Qara örpəklərdən çıxaq, amma onların ağrısı, acısı ürəyimizdədir. İnanın ki, mən heç vaxt ağlıma belə gətirməzdim ki, 30 ildən sonra mənim şəxsən yaşadığım həyatı məndən sonra qızlarımız bu həyatı yaşayacaq. Mən bəyək bir nüansa toxundum ki, bir şəhidin yarıyam. Yəni, nişanlım şəhid oldu. 10 ildən sonra ailə həyatı qurduq, yoldaşım da şəhid oldu. Yəni, bu adı yaşatmaq, bəli, ağrısı, acısı çoxdur, incidir. Amma şərəfdir. Şərəfdir ki, o şəhidlərin adını yaşadırıq. Və mənim 16 sinif yoldaşım şəhid. Onlar bizim qardaşlarımızdır. Allah, yenə deyirəm, Azərbaycan, Vətən, Qarabağ deyib canından, qanından keçən hər bir şəhidimizə rəhmət eləsin. Amin. Mən burada bildim ki, 109 şəhid anası var burada. Onun da heç bir yerdə adı yoxdur. Gözəl ana, şəhid anası.
Bir Tovuzluq olaraq mən sizə söz verirəm ki, qoymaram şəhidlərimiz olmasın. Mən qurulmuşların yanındayım. Hər zaman da yanında olacağım. Salamlayıram tədbir iştirakçılarının, uşaqların əlini kollektivini, başına şəhid analarını olmaqla, Gülhava sizi salamlayıram və şəhid anasını salamlayıram. Son təşəkkür edirəm. Mən də Vətən Sevərlər İctimai Birliyinin rəhbəri olaraq daim şəhid ailələrinin yanında olmağı özünə borc bilirəm. Bu yolda Yusuf çəkilə deyilik. Hər birindən Allah razı olsun. Yəni bu məktəbin kollektivi, yəni direktoruna təşəkkür edirəm. Burada əziyyətli olanlara, tədbirdə əziyyət çəkənlərə hər birindən dərin təşəkkür edirəm. Belə vətənpərvərlik ruhunda övladlar, uşaqlar tərbiyə etdiklərinə görə, yəni bunlar bizim gələcəkdə bizim vətənimizin sifəridirlər. Yəni bu ruhda tərbiyə etdilər ki, bizim 44 günlük Vətən müharibəsində 90-cı ildə, 88-ci ildə keçən bizim bu müharibə yolumuz gəlib nəhayət ki 44 günlük Vətən müharibəsi ilə sonlandı ki, orada da müəllimlərin böyük zəhməti var hər bir zaman. Müəllimlər bu vətənpərvərlik ruhunda uşaqlar tərbiyə edirlər və onlar da özlərini vətənə qurban verməyə hazır olurlar. Çox sağ olun, minnətdaram. Allah hər kəsdən razı olsun ki, bu tür tədbirlər təşkil edərək bizim vətənimizin, şəhidlərimizin adını yaşadırsın. Biz də hər bir zaman buna Vətən Sevərlər İctimai Birliyi olaraq hər bir zaman bu adı qoymağa çalışırıq. Bu 20 yanvar şəhidlərimizin, başlanğıc şəhidlərimizin 20 yanvar şəhidləridir. Şəhidlər o bir faciə, demək olar ki, onun bir canlı şahidi. Elə bir danışanda səsimiz titrəyir, danışa bilmirik o anda. Çünki biz yaşlı nəsil 20 yanvar faciəsinin canlı şahidləriyik. Ona görə də bizim ürəyimizdə indi yalnız bir sevinç var ki, bizim övladlarımız böyüdülər və bütün şəhidlərimizin demək olar ki, qisasını aldılar. Şükürlər olsun Allaha, yaşasın Cənab Prezidentimiz, bu öndərimizin ruhu şad olsun, məkanı cənnət olsun. Cəmi şəhidlərimizin ruhları onsuz da məkanları cənnətdir. Bugünkü gündə bu tür tədbirləri görərək ruhları şad olsun. Raziyyət xanım, salamlayıram sizlərə, buyurun sizlər gəlin. Şəhid anamız, şəhid atası, yəni hər bir kəs burada danışmağa, siz də neçə vaxtı şəhid ailələrinin yanındasınız, onlara əziyyət çəkirsiniz, kitab yazırsınız. Bütün söz deyənlərin qələmi güclü olsun, yazarlarımızın qələmi güclü olsun. Yəni birinci növbədə şəhid ailələrimizə can sağlığı arzulayıram ki, yaşasınlar və yaşatsınlar. Raziyyət xanım, buyurun, mən istəyirəm ki, siz də danışırsınız. Və hər kəsi salamlayıram. Onu demək istəyirəm ki, vətənpərvərlik ilk öncə ailədən, sonra məktəbdən başlayır. Bizə evdə valideynlərimiz necə vətəni sevməyi öyrədiblərsə, ikinci valideynlərimiz olan müəllimlər bizə vətəni, bayrağı sevməyi daha dərindən öyrədiblər. Mən bugün bu məktəbə dəvət aldığım üçün Dilşad xanım sizə və məktəbin rəhbərliyinə özləri minnətdarlığımı bildirirəm. Bəli, mənim də tələbəliyim məhz 20 yanvar illərinə düşdü. 20 yanvar günlərində mən Bakı şəhərində təhsil alırdım. O qanlı qadalı illəri mən də gördüm. O faciəni biz də yaşadıq. Allah bütün şəhidlərimizin məkanlarına cənnət eləsin. Məqamları ucaq olsun. Bəli, şəhidlərimizin ili yoxdur. Bütün şəhidlərimiz hərəsi bir qəhrəmandır. O illərdən ta ki bu günə qədər olan şəhidlərimizin qisasları alındı. Doğma Qarabağımızda yüksəkli Azərbaycan bayrağı qürurla dalğalandı. Qərəncinin gözündən axan o qanlı yaşı 44 günlük vətən müharibəsində xalı bir gülümsəyərək sildi. Vətən oğullarının mübarizliyi Ali Baş Komandanın müdrik siyasəti nəticəsində
qəhrəman yiğitlərimizin qisasları alındı. Bax, mən Ziyafət xanımı tanıyıram. Onun qardaşı Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Tədbiri keçirilir. Şəhid olduğu torpaqlarda hörmətlə anılır hər zaman adı. Bugün Elbəyi Orucov bizim qəhrəman tankistimiz. Onu da hər zaman çalışırıq ki, şərəflə yad edək. Digər qəhrəman oğullarımız kimi suverenliyimizin bərpa olunmasında və qəhrəman oğulların qisasının alınmasında 23 saatlıq antiterror əməliyyatlarında şəhidlik zirvəsinə uçulan Ramil Rəhimovun anası da buradadır, onu da salamlayırıq. Çox danışıb vaxtınızı almıram. Bir yazarın hədiyyəsi nə olur? Qələmə aldığı yazılar, qələmə aldığı kitablar. İstəyirəm ki, qələmə aldığı kitablardan biri məhz elə Elbəyi Orucovun da xatirəsi bu kitabda ehtiramla alınıb. Vətən üçün ölən varsa vətəndir. Bu kitabı istəyirəm məktəbin direktoruna hədiyyə edin və inanıram ki, sevilə-sevilə oxunacaq. Təşəkkür edəm və İgid qəhrəman oğullarımızın xatirəsinə həsr olmuş Qarabağ Qartalları adlı bir kitabdır. Bu kitabda da bir neçə bölgələrə müraciət olunubdur. Onu da qeyd edim ki, mənim kitablarımda şəhidlər illərə bölünmür. Ta 90-cı illərdən olmuş antiterror qisas əməliyyatlarında iştirak edən aprel döyüşləri, Toruz döyüşləri çalışıram ki, hücumun getdiyi, qələminin çatdığı qədər o qəhrəman oğulları bu kitablarda yaşadır, gələcək nəsillərə hədiyyə qoyur. Və Qarabağ Qartalları adlı kitabımı da sizə hədiyyə edirəm məktəbinizdə. Bu isə Qarabağ Qartalları adlı bir albomumuzdur. Bu albomda da 30'a yaxın yiğit qəhrəman oğullarımızın xatirəsi cəmlənib. Bu albomu da sizin məktəbə təqdim edirəm və sizə öz minnətdarlığımı bildirirəm ki, məktəbliləri, şagirdləri belə vətənpərvər ruhda tərbiyələndirirsiniz. Minnətdaram. Mən bəlkə də bilmirəm, Gülhəbananın bir sözü varsa, bir gəlmə o da üzrə sözlərini şagirdlərə çatdır. Bir daha sizə sonsuz minnətdarlığımı bildirirəm. Çox sağ olun, dəvətiniz üçün minnətdar. Raziyə xanım, Füzuli dediniz, bəli, mənim qardaşım Füzuli'nə şəhid olur. Füzuli mənim qardaşımın son ömrünü verdiyi və son gözünü yumduğu torpaq mənim ikinci vətənimdir. Mən 44 günlük müharibə bitəndən sonra həmin yerdə tədbir keçirdim və Azərbaycanın 3 qadından biri Zəfər Diplomatiyyə Müdafiə Naziri məni tərtib etdi. Buna görə bütün şəhidlərimizi Allah məkanını cənnət eləsin. Füzuli mənim ikinci vətənimdir və hər birinizə də təşəkkür edirəm. Biz fəxr edirik ki, Azərbaycanlıyıq. Qarabağ candır, Azərbaycandır. Mən də sonra izləmişim filmdə. Düşünürəm ki, bu tədbir vasitəsilə biz şəhidlərimizin bizim yanımızda nə qədər hörmətli olduğunu, onların ruhunun bizim üçün nə qədər dəyərli olduğunu göstərməyə çalışdıq. Təşəkkür edirəm. Sözlər varında gün qoymaq olasa, xahiş edirəm, gedək. Məni ən axırda söyləyini çox müraciətinə baxın. Tugay xanım, mən sizə təşəkkür edirəm. Gözəl bir tədbir idi. Uğurlarınız bol olsun. Baxmayaraq gəncsiniz. Uğur arzulayıram. Bütün işlərinizdə sizə bu cür gözəl tədbir təşkil etməkdə təbii ki, əməyiniz var. Əməyi olan bütün müəllimələrə təşəkkür edirəm. Borcumuzdur. Bu bizim borcumuzdur. Buyurun.
Yanım burada balalar, yanım. Peki bunlar gitsinler. Soğuk. Ben bunu diyecek. Çeksin. Size mi bozdunuz? Can, çatırsan oldu. Yaxşı kaçın. Biz kaçın, şöyle kaçın. Size dayanın da. Dəyərli izləyicilər, bununla da bugünkü Binəqədi rayonu Biləcəri qəsəbəsi məktəbin tədbiri sona getdi. Təşəkkür edirik, əməyi olan hər kəsə təşəkkür edirik. Həftədə hamısı təşəkkür edirəm, minnətdarım. Borcumuzdur bizim, borcumuzdur. Çox sağ olun ki, belə tədbirlər keçirirsiniz. Bizim uşaqlarımızı, bu gənclərimizi bax bu vətənpərvərlik ruhunda böyüdürük. Biz işıqlandırırıq, ictimailəşdiririk. Bu bizim borcumuzdur. Əməyi olan bütün müəllimlərə, məktəb direktoruna təşəkkür edirəm. Sağ olun izlədiyiniz üçün. Var olun.